Herkese salam kızlar. Sizi yeni vlogdan salamlayıram. Geçen vlogun sonunda demiştim ki Sumqayıtdayam və Sumqayıtda ayrı vloglamaq istədim ki, alış-veriş falan hamısı bir yerdə birləşdirmə, hamısı bir yerdə olsun. Mən gəlmişəm, istəyirəm bunları bərbərə aparaq bugün. Alış-veriş hələ ağır şeylər götürə bilmirəm deyənə. Bugün evə mama ilə qayıdacağam. Elə uşaqları da gətirdim ki, bərbərlərini falan həll eləyək. Cümə axşamıdır. Bugün Rasimin dərsi yoxdur. Birisi məktəbə hazırlıqdır. Abbas dayan. Gözlə Abbas. Abbası da bağçadan bugün saxlamışam ki, bu işləri həll edək. Çünki saçları çox uzaq uşaqların. Uşaq bərbərə falan vaxt edə bilmirəm. Elə burada yaxşı kəsirlər. Sumqayıtda saçlarını yaxşı kəsdirə bilirəm. Belə. Gəlmişik qızlar, karvandır bura. Karvanın birinci mərtəbəsidir. Bu qızdan bacımdır. Belə. Hala yoxsa ana? Hala? Nədir? Ana yoxsa hala? Gördün? Yaxşı da boynuzundadır. Ab, Rasim. Hala? Kızlar Elsin qəşəng kazakları yəyim gedirdi. Ay nə gözəldir. Əsini idib çoşdum. 40 manat. Üstü qiymətlər aşırı mənə görə ən çox çeşidi Sumqayıtdadır Elsinin. Ay daha necə gözəl material var qızlar. Ay Allah. Bunu giyin, nam nazik şey giyin də üstündən. 50 manat. Gülü bu nə qəşəngdir? Hani gülü? Nə qəşəngdir bax. Bu. Bu da yaxşıdır. Bax o. Yumuşaqdır. Bəyənmədin? Gəl. Gəl Rasim. Ya, bu dünyanın en narahat ayakkabısı. Tam istediğim kimidir ya modeli. Bu qiymətləri mənə görə çox aşırıdır da. İndirim vaxtı deyir çox adam. Çox şey aldı buradan. Qızlar deyir mənə. Bu qəşəng modeli. Baxaq. 30 manat. Əladır amma. Materialı qəşəngdir. Gülüba. Qəşəng. Sən əsl bacımı istəyirdi. Bacım elə şeylər giyməyə xoşlayır. Bəzik tapdım. Basic deyirlər. Bəzik deyirlər. Buna baxırlar necədir? Bunlardan tutun yəni. Yaşlılardan. Onun biri var yəni. Bilirəm ha. Gəl mən də baxım. Ona şey boyunlu belə bir şey almaq üçün. Baxım. Yaxşıdır. Göydür amma. Yaxşı da var. Qaracıyız biraz. Qaracı. Aslında isə ayda bu qəşəngdir. Aba bu da qəşəngdir gülüm. 25 manat. 25 manat. Hələ endirmə düşüb də yəni. Əslində sadə belə vadalaska. Bir də vurmuşam. Temudan vurdum. Üst trend yoldan bilmirəm. Axıra vurmuşam. Sweatshirtlərdir. Əslində belə bir dənə şey giyinirlər. Üstdən daha nazik giyinirlər. Qızlar bizim kimi nazik giyinirlər. Yaxşı. Baxaq bir dənə baxaq. Yaxşı deyil ha. Bu nə qəşəng? Keçə də qəşəng rəngi var ha. 10 manat. Yaxşıdır ya bu. Bunun qəhvəyi rəngi olan nə yaxşı olardı. Peruş. Qoy baxım bir dənə başımda. Mən tutsa. Belə? Necə? Ha, belə. Aa, nə gözəl qızdır bu. Dengo sənin profildən götür belə. Mən yaraşır. Öyle yarışmır. Bax et yaraşır. O yaraşır. Bloklarında özünü çıxarıb çəksən. Hemen sənə çəkim qəşəng. Geçeydim. Valla sən qara rəngini götür, hər şeylə istifadə edə bilərsən. Ha, onun kimi angorka kimi. Aa, o da olar, elə biləm. Başqa nə rəngləri var? Ağın götür. O ağ da qəşəngdir. Hə, ağın götür. Bu da çox belə yerlədirsən, mən yerlədirəm ha. 5 manat vermişəm sənə reklam edirəm. Hanım single. Rasim gel bura. Hə, buradasan. Qoy bütün hər tərəfi çəkim. Belə qəşəng. Burada bizim bir dənə sarı pişiyimiz də var. Pisiyim.
Ay xalası. Xala yox sana. Ay sağ ol. Mən biraz da qabağa. Hə, ağ məncə yaxşıdır. İndi bir mən taxım başıma bax, sən gör mən necə yaraşır. Tut zəhmət olmasa. Aç gəl. Sən lap yaraşar. Aa, ne geçək qaldı gülü. Bəlkə ikimizə də götürüm. Barındır ağ. Mənim yoxdur. Bu yaxşı deyil, ağın götürək onda. Ha, yaxşı. Düz o rənginə bəyəndim, amma ağın götürərəm. Ben bunu tak baxım sən Allah. Amma ne geçək qaldı. Ben gözdə kızda. Neredeyiz? Hoşum gelmirdi o. Belə olsa bax biraz. Bunu oraya yapıştırmak. Bazım bana bir ayrı değil. Alışveriş. Örtüsü de kızım en. Askı. Bu yaxşıdır yenə. Aa, ne güzel yaraşdı bu. Neçədir bu? Ben görüm. Ben bakalım. 15 manat. Ad gün hədiyəvi tapdım. Hə, düzdür. Zefir Molda da vardı ama mağaza. O nə eşitdi gəldi üstümə görsən. Mən qapağı almışam. Hanı açayım? Açın dilində. Açın gəl. Son. Bir çantamı taxım istəyən gülü. Xoşum gəldi. görsən. Necə sevirsən? Gəl. Yunis de geldi bize koşuldu. Gelmişik kızlar Papa John's'a. Sansın üstüne xala qurban. Geçen pizza seti götürmüşük. İstidir gözlə, istidir. Gözde istedi. Ben ayran içirəm kızlar. Girmişik kızlar Markova. Defakton yerine Markova açılıb. İşin şəketlər var. Axır vaxtda şəket takıntım yaranıb kızlar. Şəket istəyirəm. Bunlar sıx belə. Görək var qiymət neçədir? 30 manat. Yaxşı deyil mi? Aha. Qalındır. Ha, bu da qəşəngdir. 109. Bardolar da var. Ağlar da var. Qəşəng. Biraz saçım bağlayarım. Yaxşı. Bundan. Çox az. Şey. Qəşəng geyimlər var. Mənə elə gəlir, yox bilmirəm. Aycan. Yox, qiymətləri elə çox baha gəlmədi mənə. Qızlar, artıq karvanın padval hissəsi yenilər, ürülüb. Yeni aksesuarlar doludur. Hər şey var. Hər şey var, heç şey yoxdur. Nə qəşəngdir gibi. Buraydı, değil mi? Bu da Ha. 2 dənə. 2 dənə. Yox, bu hər çividən bir canım var. Elə Bu tapçıqanı alıram qızlar həmişə. Daha sonra bacım alır gətirir mənim üçün. Çox yaxşıdır baba. 3 manata. Padvaldır bura Sumqayıtın. Karvanın padvalıdır. Burada bir şeylik. Baxışda bu uşaqlar geyinir bizdə. Hə də yaxşı, yaxşı. Gəlmişik qızlar Ordubada. Biraz zaryatkam azdı. Heyif ki, güya istirdim buradan sizə ətraflı çəkiliş edeyim. Bacımın özünü süpürgə götürüb.
Qızlar, bunda çox qəşəng şeylər var. Qaşaq-qaşaq şeylər var. Xoşuma gəldi. Ümumiyyətlə bu məndə düzdür varımdı, amma bunları çox bəyəndim. Bu. Sənin qrafinkan çox qəşəngdir. Daha xoşunudur, yaxşı. Bu biraz bu da yaxşıdır amma. Yox, sənki daha belə. Əlbə alanda bilirsən ki, nəsə alırsan. İnşallah qırılmaz. Mən çoxdan elə demişəm, amma qırılmıyor belə. Nəfsi atmısan çoxdan. Qəliblər 2.99-dur. Aya sıxırsan, tort elirsən. 2.99, 3 man. Mənə götür gəlsin. Götürdü, qopdu. Belə yoxlamayıb götürürəm. Nə? Mən heç soda eləməmişəm. Qəşəng tort qabaqdan bayram gəlir də. Bilirsən ki, mən çox gözəl salatlar eləyirəm. İlham mən. Varın idi sən? Mənim varım da. Atmamısan? Yox. Qoy. Yeməkdən başqa elə hər şey almışam. Düşürəm Başqa yerə mən də gedəyəm. Deyə burada. Cümləni gördün. Sonra bizə ayrı yemələrdir. Zərlərə baxın qızlar. Yeni şeylərini çəkim sizə. Belə zərlər var, qəşəng. Yürka lazımdır, yürka. Bu da qəşəngdir. Baxım görün burada nə var? Təmizlik bezlərindən. Mənə çatmır da bezdir, maçalkadır qızlar. Nə qədər alsam da yenə alıram. Görək bunlar neçəyədir? 1.74 budur, 678 yox. 73'dür bu. Yəqin bunlar olardı amma birini götürüm belə. Mənə bunlar lazım orada. Liflərə baxın. Kesi. Boş çətirlərə də baxın. Damaşıq götürmüşəm. Çimexsizdir. Şey çətirdir. Böyük çətirdir baxın. Bu çətir gəlmir. Xoşum gəlmir də çətirdən. Damaşıqlar qəşəngdir, isti. Çox böyük marketdir bura. Bura ilə yuxarı mərtəbəsidir. Belə, gör. Nəsə götürəcəksən başqa? Var, 6-6 satılır. Bunlar köhnələrdən də qızlar qəşəng. Burada da var. Maraqlı. Belə. Burada nəsə başqa götürəcəksən Gülü? Yox, onlar xırdalına getsəm alacam, onlardan səd alacam. Xəbər eləyəcəm, neçədən istəsən alarım. Evet, bir dənə zaten da söylüyor. Aslında şılabramı dəyişə bilmirəm da. Zanım şılabram. Nə gündür düzdür. Nə gündədir? Sənki də. Yazımdır. Aslında beni başlayalım. Götür, qolda. Gəldik qızlar evə. Demək, mamam ikisini də çimizdirdi. Saçların bərbərdə kəstirmişdik. Bana bax, girib bunun altına. Mən də üst-üzə sağlıq. Bugün biraz deyəsən özümü yordum deyə. Biraz ağrılarım oldu. Biraz ürəyim bulandı falan. Nə bilim, görək nətər olacaq. Demək ki, hələ ki toparlanmağım vaxt hesab edirdi. Vaxt tələb edir daha doğrusu. Uşaqların ikisini də sağ olsun mama çimizdirdi. Saçları da qəşəng kəstirdi. Çox uzanmışdı saçları. Bunlara bax. İstə. Yaşayım. Yatı səni. Şirinim mənim. Yat balam. Yat. İşte biləcək də yağış yağır. Belə. Mama bugün bizdə qalacaq. Sağ olsun. Veşləri daşıdı. Alışverişimi qızlar Zaryadka maddəni yaxşı çəkə bilmədim sizin üçün. Ev yox. Mən başqa şeylər çəkib bu vlogun necə deyim, gerisinə əlavə edərəm qızlar. Sözlər yadımdan çıxır. Qocalmışam Allah haqq. Belə. Bugünlük gecəniz xeyrə deyək. Instagram üçün story çəkdim. Dedim sizin üçün də biraz
vloqa əlavələr edeyim. Heç ev işləri görərkən, yəni öz evimdə də Naxçıvanda çox çəkmişəm. Məncə burada elə çox çəkməmişəm çünki ev işlərindən. Aldıqlarımı istəyirəm yavaş-yavaş yığım qablara. Belə bu kapisok qabına da tökərdim. Bu duz qabını əslində yuyum. Rasim abbas, nə olur? Uşaqlarla evdə nə qədər iş görmək olursa, o qədər iş görürəm. Çəkim qırağa. İstəyirəm. Buradan. Bunu belə sabitləyim. Qızlar, mən əslində bunu paltar üçün istifadə edirdim də. Amma bir izləyicim yazdı ki, bir neçə izləyicim. O postum 300 mindən çox izlənir Instagramda. Qəşəng kəşfətə düşür. Xeyli də mənə takipçi gətirir. Postum baxıram, YouTube'da da yaxşı izlənməsi var. Bunların tək alafran yox, bir neçə markası var qızlar əslində. Yəni tək, yəni məşhur alafrandır. Amma yəni hətta rasiski firmaların belə varıdır. Qabları yuyanda da çox qəşəng, həqiqətən elə gözəl qabları yuyur, çox bəyəndim də. Deyir hətta Sədərəkdə təmizlik vasitələri satılan mağazalarda bunların 5 litrlikləri olur. Sədərəkdə varsa, Sumqayıtda Qayalı Qopda falan da olar. Sadəcə baxmaq lazımdır. Yudum qabları olar deyəndən sonra. Əla da, yəni əla. Amma bir çox izləyicilərim də yazıb ki, bəs Mehriban xanım, siz adi paltar sabunu ilə, yəni o 70%, onu da əridib, yorkalayıb, bişirib, ondan da əldə edə bilərsiniz. Amma o uzun dərədir mənə görə. Çünki düz deyil, yaxşı bir şeydir qənaət baxımından. Amma elə də çox maliyyəti böyük bir şey deyil. Bu adi 72%'dir bu. 1 manat 50 qəpik idi qiyməti. Bax, belə qızlar olanda qabları çox var. Çox adam hamısını birdən boşaldır. Mən elə eləmirəm. Elə etap-etap nəsə, əgər batıq görürəmsə, tutaq ki, almışam ədviyyat qabı, nəsə ədviyyat bir şey almışam. Tutaq ki, ədviyyatı əlavə eləmək istəyəndə qaba, görürəm batıqdırsa, elə oradaca qızlar tökürəm. Bax, belə, duz kimi. Tökürəm bir qırağa. Qəşəng yuyuram, qabını qoyuram, quruyur. Səliqəli. Özdə mən belə silirəm, sonra qoyuram kombinin üstünə. Bütün nəmi də gedir də ondan. Silməklə bir o qədər qurumur da. Kombinin üstünə aşırdacağım indi. Bütün isti olur, bütün nəmi gedir. Sonra duz almışam çünki onu da əlavə edəcəm yerinə. Qaşığını da qoydum, qapağını da qoydum. Sonra nə almışam? Çay almışam. Qızlar, çay baxımından bilmirəm, uzun müddətdir ki, Azərçay istifadə edirəm. Azərçaydan məmnunam. Amma birdən görsək kiməsə qonaq gedir, belə qəlbə çay dəmrirlər, çox bəyənirəm aromasını. O günlərdə salonda, dırnaq ustamgildə orada çay verdilər. Gərək yazdım, soruşum Harusdan ki, oradakı çayın markası nədir? Bəyəndim o çayı. Görüm nədir? Düzdür, amma əksər hallarda Azərçay alıram. Bir də burada İran dükanı var, Biləcərdə qızlar. Biləcərdən məni izləyənlər varsa, bu arada Biləcərdən məni izləyənlər varsa, kommentlərdə yazın da, görək kimdən izləyir. Biləcərdən izləyənlər yazın. Instagramda çoxdur Biləcəri izləyicim. Demək olar ki, çoxdur. Amma Instagramda yox. Və YouTube'da çox yazmırlar. Neyse, hardan izlədiyinizi qeyd edin rəylərdə. Görüm haralarda məni izləyirsiniz. Maraqlı gəlir. Çay da boşaldım. İran dükanı var Biləcərdə. Sözümü yadımdan çıxartdım. Saral market tərəfdə balaca İran dükanıdır. Oradan bir çay alıram. O qədər bəyəndim o çayın. Buradan qoxusunu, aromasını. Bunu belə edeyim, qarışdırım. Bu saxlama konteynerlərini çox bəyənirəm. Çox yaxşılar. Çay qabımı doldurmağa ehtiyac var mı? Bu biraz bunu da üzərinə əlavə edelim. Bunları Trendyoldan almışdım qızlar mən. Niyə yenisiz Rasim Abbas? Niyə yenisiz? Oynuyorsun. Əslində mənə bir üksük deyirlər, qıf deyirlər, nə deyirlər. Sırf belə şeylər üçün olanı var məndə. Amma şeydir,
Onu vermişəm qonşuya, qalıb qonşuda. Qazanın içində gedib ona. O qədər yaxşı bir şeydir. Onu qoyub həmişə ondan tökürdüm. Banka ağzına girən. Mürəbbə sezonunda falan da yaxşı şeydir o. Onu göyə mürəbbə sezonundan almışdım. Amma elə o vaxtdan qalıb qonşumda. Adı nədir? Heç mən də amma heç qonşuda olduğunu bilmirdim. Özü yazmışdı qonşunun ki, bizdədir Mehriban. Belə. Bu şəkər tozunu da elə əlavə edeyim biraz. Yavaş-yavaş yeni köşəsini hazırlayıram. Gələn postda yeni köşəsində nəyə harda vlogda. Post Instagramla qarışdıram qızlar. Mənim bu fikirlər, bunlara fikir verməyin siz. Qarışdıram bəzən. Bu da pesok. Pesok qabı. Qəşəng. Bu qabları qızlar əvvəl bu yekə var ha, bu qabları. Bunları al marketlərdə olurdu. Bir ara hamı dəstləşdirirdi. Qəşəng idi. Xoşuma gəlirdi mənim. Bunlar. Bundan 2 dənə almışam. Yaxşıdır. Düyü falan tutur məndə. Sonra o bizlərdən də o bir pesok qabı, Paşabahçənin o bir qablarından da var. Onlardan da. Elə oldu ki, mən dəstləşdirmək istədim. Şu sonuna gəldik, çatdıq. Bu qaynanam qədər çoxdur. Qaynanam bir də alıb qoymuşam. Amma belə konteynerlər daha yaxşıdır, kvadrat olanlar. Çalışıram kvadrat daha çox almağa. Bunlar çox yaxşıdır. Bunlar az yer tutur şkafda da. Belə aparım onu da qoyum. Sonra etap sizə çəkərəm. Amma gələn vlogu mütləq qaçırmayın. Çünki gələn vlogda çalışdığım qədər şeydir, adı nədir? Yeni il aksesuarlarından danışacağım sizə. Burada da bu nədir? Birinci xəmiri hazırlayıram. Bu görün bacara biləcəm. Birinci xəmiri çoxdan da hazırlamıram. Bəlkə indi birinci ki tez bazar hazırlayan xanımlar üçün əladır da. Yəni sizə çox rahat gələ bilər, amma mənə biraz narahat gəlir. Mən inşallah ki bacarmış olaram. Bilmirəm. Kıvamını tutturacam, tutturmayacam bilmirəm qızlar hələ ki. Məncə yaxşıdır kıvamı, hə? Belə. Yazarsınız mənim üçün. Əsmərdən yazdım, soruşdum. O gün Əsmər bizdə elədi. İçərisindən Nutella, labne çəkdim. Uşaqlar bir yedilər, maşallah. Yəni çox yaxşıdır. Əslində bişirib belə qoymaq çox yaxşı bir şeydir. Mən qızlar öldür, bu bilinçiki yeyə bilmərəm ki. Qəti yeyə bilmirəm. Mən bilinçik eləyəndə ancaq necə, yəni ətli, toyuqlu fərqi yoxdur. Ancaq ya bu daha göstərəcəm sizə belə. Dadın birinçikini sevmirəm. Ümumiyyətlə mən pankek falan belə şeylər yeməyim. Ya bu xəmirdən istifadə edirəm. Qızlar börək xəmiri hazır satırlar marketlərdə. Ya da ki adi bildiyimiz yuxa ilə eləyirəm. Qızlar elə qəşəng olur. İnşallah bunu yaratmış olaram. Biraz da duru yağ əlavə edəcəyim içinə. Bax, duru yağ yadımdan çıxdı. Biraz da göz yayarı, duru yağ əlavə edeyim qızlar. İnşallah bacarmış olaram. Mən biraz şirinisini artıq elədim. Çünki ət yox. Yəni də belə şeylər əlavə edəcəm deyənə içərisinə. Uşaqlar səhər-səhər yeyiblər. Yumurta ilə səsiqa eləmişdim onlara. Da biraz karşanı azaltmağa çalışıram. Qızlar, mənim uşaqlarım çox karşa yeyəndilər. Mən biraz karşanı azaldıram ki, hər dəfə fərqli şeylər yetişdirə bilim də uşaqlara. Bilmirəm, yəqin qızlar kıvamı belədir. İnşallah ki tutuzdurmuş olaram. İndi bişirdikcə deyəcəm sizlərə. Aparatı var məndə əksinə birinçikin. Birincik aparatım var da, onunla da pişirə bilərəm, amma tavada eləmək istəyirəm. Birincik tavam yoxdur, sadə tavadır. Amma əgər bunu bacarsam özümə birincik tavası alacağam. İkinci partiyanı qızlar əlavə eləmişəm. Deyəsən alınıb. Gözləyirəm altı görək nə olacaq. Çevirmək söhbəti var indi bunu. Görək nə edirəm. Alındıracam, yox bunun söhbəti yoxdur. Baxın. Qəşəng nazik oldu özdə deyəsən. Bu qızın istəyib də alındıramadığı nəsə yoxdur. Baxın. Yaxşı oldu. İndi bunu çevirmək söhbət də var. Biraz da qızarsın altı. Çevirəcəm indi bu brüsünə. Görüm nə edirəm, yardıram. Qaşaq. Aha. Birək. Baxın. Oldu qızlar. Oldu. Hop. Oldu, hə. Budur da alındı. Altı da qəşəng pişsin. Ay Allah, indi özümü tərifləyəcəm ancaq. Özdə mənə elə gəlir ki, qəşəng nazik eləmişəm ha. Yaxşı oldu. Özdə bu qədər işimin gücümün arasında, yəni hangi ara bilincik pişirməyə başladım. Rasim gəldi məndən, bilincik istədi. Bilincik deyirəm, şey istədim. Yox, bunu tam qızartmadım deyəsən. Qol qaytarım, bunu qoyum. Tam qızarsın.
Bu hissəsi qızarsın, biraz şey qaldı. Rasim gəldi, mənə Nutella istədi. Mən də Nutellanı çörəklə vermək istəmirəm. Düşündüm, birinci arasından çəkib bükürəm, sonra doğrayıram ona belə-belə, sushi kimi. Onu qəşəng yeyir. O biraz bu ortasında qızarsın, yaxşı qızartmadım. Belə, oşun bu da belə getdi. Bunu da bazardıq. Baba o çok böyle olan. Ben 2 tane bahçe üstüne böyle. Qızlar, demək içərisinə nə əlavə elədim? 1 stəkan su, 2 stəkan süd, 2 yumurta, yarım çay qaşığı duz, biraz şəkər tozu, yağ, duru yağ, göz yağı elədim hamısını. 2 yumurta dedim də, hə. Apardığı qədər də un, tavanı yağladım, bişirdim. Məncə ilk dəfə üçün yaxşıdır. Uşaqlar da yedi, bəyəndilər, yedilər. Qalanı da budur. Buna da ət də qoyub qızartmaq olar, nə belə də. Məsələn, labne olsa Abbas çox sevəcək. Gərək labne ya smetan belə şey alım. Abbas şokolad çox sevən deyil. Bizdə şokolad yağı xəstəsi Rasimdir. Belə, bu da beləncə, yəni ilk dəfə üçün elə bilirəm, yaxşıdır, hazırladım. Bacarmırdım da, nə yalan deyim, yalandan danışmağın mənası yoxdur. Belə. Başım elə çöldə də nə edirəm, ancaq paltar yu, sər, qurut, yığışdır, belə işlərə məşğulam. Burada da çay dəsmallarımı qaynama rejiminə qoymuşam. Bunlar da qaynasın. Son olaraq da belə 2 dənə sümüyüm vardı. Bu nədir? Xaş üçün ayaqlardır. Qoyacam bunlar qəşəng axşama kimi vamodda qəşəng bişsin. Sabah inşallah səhər yeməyinə uşaqlara bunu verməyi düşünürəm. Təbii bilirsiniz, kollagendir, bişsin. 2 dənə məndə belə ayaq var idi. Görüm xaş bişirə biləcəm. Bu öz ailəmdə qaynasın. Məni burada gözəl qablar gözləyir. Bunları da yuyum. Qabları sizlə bahəm yuyaram. Gəldik buram. Qabların hamısını yığmışam bura. Mən yaxşı dana bunları yuyum. Yedirim. Bu stəkanı çox bəyənirəm qızlar. Bu bilirsiniz nədir? Bu baxın, belə içərisində palıd da var. Rasimin qadın sağ olsun, stomatoloq apardı. Rasimin qəşəng dişlərini yoxlatdı. Bilirsiniz də onun diş problemi var. Mən Sumqayıtda müasir stomatologiya var. Sumqayıtda orada Orxan doktor var. Uşaqlarımızın dişində qızlar iraq olsun, olmasın. Amma çəkiləsi falan dişi varsa çox yaxşı həkimdə. Yəni mən o qədər yaxınlarım var ki, onun yanına göndərmişəm. Deyiblər ki, yəni bu uşaq heç yerdə dayanmır da. Həm uşaq psixologiyasından çox gözəl anlayır, çox yaxşı həkimdir. Əli də yüngüldür, savadlı həkimdir. Yəni tanıdığım, bildiyim hər kəsi demək olar ki, mən onun yanına göndərirəm. Bizdə də Rasimin bəzi dişləri var ki, onları hardasa yalan olmasın 7-8 yaşına kimi biz daşımalıyıq da Rasimin ağzında. Yəni yoxsa damağı zədələnə, əyilə bilər. Yuxarı üst dişləri demək olar ki, yoxdur da. Çox əziyyət çəkmişəm. Hətta aqressiya aparmışdım mən. Orada da qızlar, düzün desəm, çox əziyyət çəkdim. Çünki yaxşı həkim əlinə biz düşmədik. Uşaq yəni əziyyət çəkdi, qorxdu, çox ağladı. Amma indi həkimə çox rahatlıqla aparıram. Çox da yaxşı olur. Müayinələrimiz düzdür. Dişin olmamağın, yəni bu həkimin günahı deyil də. Əvvəldən biz elə getmişik. Neçə ildir. Baxın, Rasim 2 yaş yarımından biz o həkimi tanıyırıq, onun yanına gedirik və nə yapın? Gör necə yuyur stəkanları bulmayı. Nəysə, bu sözün qısası palıd qabığı qəşəng. Amma Elşən, Əsmərin yoldaşı məsləhət görür ki, nar suyu ilə qarqara eləyək. İndi ona nar suyu alacağım. Hazır o çəkilənlər var. Deyir, yox, sən evdə sıxdığın yox. O qabığı ilə bir yerdə deyil çəkilir. Onun çox qəşəng suyu axır da. İndi Rasimin ondan ağzını qarqara elətlər. Bir tutulka alsan nə qədər eləyər? Damağın deyil, yaxşı yığılmağını istəyirsənsə, deyir, ondan eləsin qarqaranı. Mən də ondan elətdirəcəm. Görək nə olur da bu uşaq. Diş problemi, qaygızı, yorub bizim gözəl illərdir. Yəni bu uşağın diş probleminin fikrini çəkirəm mən. İnşallah sağlam dişləri olar. Mənim özümdə də var, bu hal-hazırda hamiləlikdə falan aşırı dişlər zay oldu, töküldü, arxaya hamiləlik, təbii ki, şeydir. Bizdə də adətdə, məsələn, Azərbaycanda bir çox xanımlar doğuşdan sonra heç kəs özünə vaxt ayırmır,
öz sağlamlığı ilə bağlı vitaminlər qəbul eləmir. Çox az xanım var ki, belə daimi, müntəzəm həkim nəzarətində olur. Bizdə xanımlar özünə baxmır. Özdəki, yəni biz süd də verən analarız da, yəni süd də veririk. Bədənimizdə bütün yararlı vitaminlər hamısı çıxıb gedir. Belə. Yağ qablarımızı sonra payız aksesuarı falan yığışdıraram. Onu da artıq gələn vlogda paylaşaram. İstəmirəm. Elə bilirəm vloglar uzun olanda çox sıxıcı olur. Xanımlar baxanda bezirlər. Amma keçən vlogumda çox gözəl sözlər yazmışsınız. Hər birinizə sonsuz təşəkkür edirəm. Mənə də çox dəyərli oldu, çox yaxşı oldu. Sevindim ki, xanımlar sevərək, gezmədən izləyirlər. Dediyim kimi də, kimsə narahat olursa, nə mənsudur, izləməyin. Hərə bir kontenti var, hərə bir mövzusu var. Məsələn, mən öz kontentimdə olmayan o qədər xanımları izləyirəm. Elə xoşdur onları izləməkdə mənə. Onlardan bir şeylər öyrənirəm. Amma məsələn, eyni təkrarçılıq eləmirəm. Onların öyrəndiklərimi, bəyəndiklərimi burada təkrarlamaq istəmirəm də. Yəni, mənim öz yolum var. Mən də çox şey görürəm, öyrənirəm. Amma eyni şeyi təkrarlamaq istəmirəm. Belə. Ya. Ayda, bunun köpürməsini də xoşuma gəldi. Deyim, mən özdə şampun almalıyam. Qap şampunum bitirdi. Mən həmişə İran pirili alıram. İndi bu dəfə gərək bundan alım. Görün, bunun böyüyünü tapa biləcəm ki, alım. Haradasa görmüşəm, dəqiq xatırlamıram, amma harada. Məncə elə Qayalıda görmüşəm. Bacıma gərək deyim, görüm alışverişə falan getsələr. Onlar mənim üçün alsınlar, gətirsinlər. Bacım yaxşıdır elə şeyə. Deyərəm, ya bizə keçəsi olsalar, o yaxşıdır. Gedər mənim üçün onun böyüyündən alar. Mən də onu istifadə edərəm, onunla qabları yuvaram. Həm dırnaq ətinə falan ziyan da yoxdur. Təbii 72 qayıqlı sabundur da. Həm də çox təmiz yuyur, çox bəyəndim dostlar yumağın. Hanımlar deyir ki, hamam otağını falan ondan təmizləyirik biz. Məsələn, ola bilər də mən indi xəbər tuturam. O qədər məhsullar var ki, məlumatım yoxdur. Sonra da bir çox izləyicilər, məsələn, Instagramda yazırlar ki, bunu da paylaşdınız, indi bunu da qiymətini qaldırarlar. Valla biz neyiniyə? İnsan yararlı bir şeyi bölüşmək istəyir ki, istəyirsən hamı bilsin. Məsələn, çox xanımlar yazır ki, bunu maşına əlavə eləməyin, bu maşında söküntü yaradacaq, həm nə olacaq? Ola, mən əlavə edirəm neçə vaxtda, hələ ki, şükür Allaha bir şey yoxdur. Bilmirəm, bəlkə də doğrusun onlar eləyir də, deyirlər. Onu mən bilə bilmərəm. Amma əllə yumağa, yaxşı siz əllə yumağa istifadə edin. Tavanın arxa hissəsinə sarı gücü, sarı güc vurun. Tavanın arxa hissəsini təmizləşsin. Qalsın biraz. Gələ isidib vuranda lap tez təmizləyirik. Belə aparmasa gələ isidib vurum. Belə xanımlar, istəyirəm sizdən yekunlaşdırın bu vlogumuzu da. Bir vlogun daha sonuna çataq. Tavan burada biraz qalsın. Onu yuyum. Belə. Bir vlogu da daha yekunlaşdıraq. Gələn vlog biraz yeni il temalı olsun istəyirəm. Yeni il hazırlıqlarımı sizlə bölüşmək istəyirəm. Gələn vloglarda bacımın ad gündə olacaq. Bacımın ad günü ayın 10'udur kızlar. 10 ad gününe de hazırlaşacağıq inşallah. 10 ad günü vlogunda bölüşməyi düşünürəm Allah'ın izniyle. Bu ayda həstə yoldaşımın da ad günüdür. Böyük ehtimal ki bizlə ola bilməyəcək yenə. Bunu biraz qızdırıb vuraram. Asperisi. Belə. Dekabrda bizdə bacımla yoldaşımdır. Yanvarda da qaynanamla alaca oğlumdur. Abbas. 10 ad günü olacaq. Belə. Neyse bu maçalkanı olsa yollayacağım. Elə buralara domestosduyum da. Belə. Yəni demək istəyirəm gələn vloglar maraqlı olacaq. Qəşəng şeylər bölüşəcəm. Allah təki can sağlığı versin. Daha pozitiv şeylər bölüşüm. Daha yararlı bildiyim şeyləri sizlərlə bölüşməyə. Allah şans versin, imkan yaratsın, qurban olduğum. Əsas hər kəsin qızlar canı sağ olsun. Sağlam olasınız inşallah. Heç kəsə bu həyatda möhtac olmayasınız. Kimdənsə nəsə ummayaq da inşallah bu həyat. Çünki uman yerdən insanlar küsüyü bilirəm. Ona görə
Allah eləsin ki, heç nəyinə ehtiyacımız olmasın. Allah hər şeyi özümüzə versin. Can sağlığı, iş görmə qabiliyyəti, nələrsə həll eləmək potensialı, hamısı özümüzdə olsun inşallah. Öpürəm hamınızı. Allaha əmanət olun. Mən də bu mətbəximi qəşəng sürtüm, belə yığışdırım buraları. Keçim sonra payız dekorumu yığışdırım. Başlayım yeni il dekorumu hazırlamağa. Qəşəng sizlərə də gələn vlogda fikir olar, maraqlı olar inşallah. Öpürəm. Nə qədər danışdım, yekunlaşdıra bilmirəm sözümü. Hə. Özünüzdən bir sözdən müğayət olun əzizlərim. Allaha əmanət olun. Qismət olsa gələn vloglarda görüşərik.